Zehin Pod'un bu bölümündə bugün sosial dünyamızın, belə deyək, dərinliklərinə bir səyahət edirik. Salam, həqiqətən də maraqlı bir mövzu seçmisiniz. Bəli, əlimizdə çox fundamental bir əsər var. Eliot Aronson və Timothy Wilson'ın Sosial Psixologiya kitabı. Klassik əsərdir həqiqətən. Bu kitab gündəlik həyatda qarşılaşdığımız vəziyyətlərin, məsələn, işdəki bir toplantıdan tutmuş, dostlarla adi bir söhbətə qədər bizim düşüncələrimizə, hisslərimizə, davranışlarımıza necə təsir etdiyini çox aydın şəkildə göstərir. Hətta heyrətamiz şəkildə desək, bəlkə daha doğru olar. Çünki təsirlər bəzən heç gözləmədiyimiz qədər güclü olur. Məqsədimiz də elə budur. Bu zəngin mənbədən ən vacib, ən düşündürücü məqamları, yəni əsas fikirləri sizinlə bölüşmək. Gəlin görək, ətrafımızdakı insanlar, vəziyyətlər bizi əslində nə qədər idarə edir? Bu sualın cavabını axtaraq. Həqiqətən də çox geniş bir sahədir. Kitab deyir ki, biz özümüzü çox vaxt müstəqil, rasional varlıqlar kimi görürük, Amma sosial kontekst, yəni ətrafımızdakı şərait davranışlarımıza çox güclü təsir edir. Həm də çox vaxt fərqində belə olmuruq. Məsələn, o qruplara uyğunlaşma məsələsi. Hamımız müəyyən qruplara aid olmaq istəyirik, onlara uyğunlaşırıq. Bəs niyə? Niyə belə edirik? Çox yaxşı sualdır. Çünki bu çox fundamental bir mexanizmdir. Hamımız o hissi yaşamışıq yəqin ki, bir qrupda olanda fərqli davranırıq, hətta bəzən fərqli düşünürük. Kitabda bunun, deyəsən, iki əsas səbəbi göstərilir, hə? Biri sanki bilmədiyimizi öyrənmək üçün. Düzdür. Ona informasiyalı sosial təsir deyilir, başqalarının nə etdiyinə baxırıq, çünki düşünürük ki, onlar bizdən daha çox bilir, daha məlumatlıdır və biz də doğru olanı etmək istəyirik. Aha. Məsələn, tanımadığımız bir şəhərdə restoran axtaranda çox adamın oturduğu yerə girməyimiz kimi. Tamamilə elə. Bu klassik nümunədir. Digər səbəb isə normativ sosial təsir adlanır. Bu isə daha çox qəbul edilmək, bəyənilmək, qrupdan kənarda qalmamaq istəyimizlə bağlıdır. Sadəcə uyğunlaşmaq istəyirik ki, qrup bizi qəbul etsin. Salomon Aş'ın o məşhur xətt təcrübəsi o yadıma düşdüyündür. İnsanların gözləri ilə gördükləri doğru cavabı kənara qoyub, açıq-aşkar səhv cavab verən qrupa qoşulması. Bəli, inanılmazdır. Göstərir ki, qəbul edilmə arzusu, aid olmaq istəyi bizim reallığı dərk etməyimizə belə, yəni qavrayışımıza belə təsir edə bilir. Bəs bu təsirlər, yəni bu normativ təsir, real həyatda necə özünü göstərir? Məsələn, Latane və Darley'in araşdırdığı o məşhur seyirci təsiri, bystander effect, bu çox klassik nümunədir. Hə, o Genovezi hadisəsi ilə bağlı olan. Bəli. Təsəvvür edin ki, küçədə kiminsə köməyə ehtiyacı var. Əgər ətrafda çoxlu insan varsa, hər kəs düşünür ki, yəqin başqası kömək edər. Ya da başqaları heç nə etmirsə, deməli vəziyyət o qədər də ciddi deyil. Nəticədə çox vaxt heç kim kömək etmir. Şahidlərin sayı artdıqca kiminsə fərdi olaraq məsuliyyət götürüb kömək etmə ehtimalı azalır. Hər kəs digərinin hərəkətə keçəcəyini gözləyir. Bu da əslində bir növ hərəkətsizlik normasına uyğunlaşmaqdır. Bu çox düşündürücüdür. Yəqin ki, çoxumuz bənzər vəziyyətlərdə olmuşuq. Ən azından tərəddüd etmişik ki, görəsən, mən qarışmalıyam-mı? Mütləq. Bu çox yaygın bir psixoloji fenomendir. Aid olma ehtiyacı, sosial kimliyimiz, bunlar hamısı qruplara niyə qoşulduğumuzu və onlara niyə uyğunlaşdığımızı izah edən amillərdir. Deməli, sosial vəziyyətlər bizim davranışlarımızı formalaşdırır. Bəs yaxşı, bu vəziyyətləri, bu məlumatları bizim zehnimiz necə emal edir? Burada da yəqin ki, sosial idrak mövzusuna gəlirik. Deyəsən, beynimiz çox vaxt avtopilotda işləyir. Bəli. Kitab buna çox gözəl ad verir. Avtomatik düşünmə. Bu, çox sürətli, demək olar ki, şuursuz baş verən, çox da enerji tələb etməyən bir prosesdir. Beynimiz dünyanı sürətli şəkildə anlamaq və qərar vermək üçün sxemlər adlanan zehni qəliblərdən, şablonlardan istifadə edir. Məsələn, professor deyəndə ağlınıza müəyyən bir obraz gəlir, deyilmi? Saçları ağarmış, eynəkli, kitablarla əhatə olunmuş. Bu bir sxemdir. Aha, aydındır. Bunlar işimizi asanlaşdırır yəqin ki. Əlbəttə, dünyanı kateqoriyalara bölməyə, nə gözləyəcəyimizi təxmin etməyə kömək edir. Amma təhlükəli tərəfləri də var. Necə yəni? Stereotiplər.
Stereotiplər də əslində bir növ avtomatik sxemlərdir. Və bu avtomatik fərziyyələr, yəni sxemlər, bəzən faciəvi nəticələrə yol aça bilir. Məsələn, Amadou Diallo hadisəsi buna kədərli bir misaldır. Polislər onun cibindən çıxardığı pul qabını avtomatik olaraq silaha bənzətmişdilər. Deməli, bu sxemlər həm kömək edir, həm də bizi yanlış yollara apara bilir. Qərəzlərə, ön mühakimələrə səbəb ola bilir. Tamamilə. Hətta özünü doğrulayan kəhanət dediyimiz bir şeyə də yol aça bilir. Yəni, əgər biz kimdənsə müəyyən bir davranış gözləyiriksə, fərqində olmadan elə davranırıq ki, həmin insan doğrudan da bizim gözlədiyimiz kimi davransın. Bu çox vacib məqamdır. Deməli, öz sxemlərimizin, öz stereotiplərimizin fərqində olmaq çox önəmlidir. Bəs digər düşünmə tərzi necədir? Daha şuurlu olanı. Ona da kitabda nəzarətli düşünmə deyilir. Bu, daha çox səy tələb edən, diqqətli, şuurlu bir prosesdir. Belə deyək, avtopilotdan çıxıb sükanı ələ almaq kimi bir şeydir. Hansı vəziyyətlərdə istifadə edirik bundan? Məsələn, çətin bir riyaziyyat məsələsini həll edərkən, yeni bir bacarıq öyrənərkən, vacib bir qərar verərkən, bu daha çox enerji və zaman tələb edir. Maraqlıdır. Bəs mədəniyyətin buna təsiri varmı? Yəni, fərqli mədəniyyətlərdə insanlar fərqli düşünür. Bəli, var. Kitabda buna da toxunulur. Məsələn, qərb mədəniyyətləri daha çox analitik düşünməyə meyillidir, yəni obyektlərə, onların fərdi xüsusiyyətlərinə fokuslanırlar. Şərq mədəniyyətlərində isə daha çox bütövçü düşünmə yayğındır. Onlar daha çox kontekstdə, obyektlər arasındakı əlaqələrə diqqət yetirirlər. Bu da dünyanı necə qavradığımıza, hadisələri necə izah etdiyimizə təsir edir. Çox maraqlıdır. Gələk başqa bir vacib məqama. Bəzən elə olur ki, hərəkətlərimizlə düşüncələrimiz, inanclarımız arasında bir ziddiyyət yaranır. Məsələn, bilirəm ki, siqaret çəkmək ziyandır, amma yenə də çəkirəm. Və ya sağlam qidalanmalıyam, amma gedib tort yeyirəm. Bu zaman içimizdə bir narahatlıq yaranır, elə deyilmi? Bəli, tam olaraq. Buna psixologiyada kognitiv dissonans deyilir. Bu, bizim inanclarımız, dəyərlərimiz və davranışlarımız arasında bir uyğunsuzluq, bir ziddiyyət yarandığı zaman ortaya çıxan o narahatlıq, gərginlik hissidir. Və biz bu narahatlıqdan qurtulmaq istəyirik yəqin ki. Əlbəttə, heç kim o daxili gərginliklə yaşamaq istəmir. Ona görə də bu dissonansı azaltmaq üçün müxtəlif yollara əl atırıq. Çox maraqlı yollardır bunlar. Məsələn, nə edirik? Ya davranışımızı dəyişdiririk, məsələn, siqareti atırıq, ya da tortu yemirik. Amma bu həmişə asan olmur. Ona görə də çox vaxt başqa yollara əl atırıq. Ya düşüncəmizi dəyişirik, məsələn, siqaretin ziyanı o qədər də şişirdilib kimi düşünməyə başlayırıq. Ya da davranışımıza yeni bir məna qazandırırıq, ona haqq qazandırırıq. Məsələn, bu tortu yeməliyəm, çünki çox stresliyəm, ancaq bu məni sakitləşdirir. Və ya bir dəfədən bir şey olmaz ki... Deməli, özümüzü aldadırıq bir növ. Davranışımıza uyğun hekayələr uydururuq. Belə demək olar, bəli, özümüzə haqq qazandırırıq. Friedmanın o məşhur qadağan olunmuş oyuncaq təcrübəsi var, bu mexanizmi çox gözəl göstərir. O necə idi? Təcrübədə uşaqlara deyilir ki, müəyyən bir oyuncaqla oynamasınlar. Bəzi uşaqlara yüngül cəza ilə hədələnir, oynasan biraz inciyəcəm, bəzilərini isə ağır cəza, oynasan çox pis cəzalanacaqsan. Nəticə? Nəticə çox maraqlıdır. Ağır cəza ilə hədələnən uşaqlar oynamırlar, amma oyuncağı hələ də cəlbedici hesab edirlər. Çünki oynamamaq üçün güclü bir xarici səbəbləri var, cəza qorxusu. Amma yüngül cəza ilə hədələnən uşaqlar, onlar da oynamırlar, amma sonradan soruşanda deyirlər ki, hə, oyuncaq onsuz da o qədər də maraqlı deyildi. Yəni onlar oynamamaq üçün özlərinə daxili bir səbəb tapırlar. Öz davranışlarına haqq qazandırmaq üçün oyuncağa olan münasibətlərini dəyişirlər. Yüngül təhdid onların düşüncəsini dəyişməyə məcbur edir. Bu, kognitiv dissonansın azaldılmasıdır. Bu çox güclü bir şeydir. Deməli, biz davranışlarımızı, hətta seçimlərimizi mənalandırmaq üçün öz inanclarımızı, münasibətlərimizi belə dəyişirik. Bəlkə də hamımız bunu etmişik həyatımızda. Baha qiymətə aldığımız, amma əslində heç də lazım olmayan bir şeyi sonradan nə yaxşı ki almışam, çox faydalıdır, deyə özümüzü inandırmağa çalışmaq kimi. Tamamilə. Hətta keçmişdə etdiyimiz səhvlərə, yanlış qərarlara, hətta mənfi davranışlara belə haqq qazandırmağa meyilliyik. Doğrudur. Bütün bunlar çox maraqlıdır. Amma bəs bu biliklərin praktiki tətbiqi varmı? Yəni, sosial psixologiya real həyat problemlərini həllinə kömək edə bilirmi?
Məsələn, kitabda davamlı gələcək, ekologiya kimi mövzulara toxunulur. Bəli, kitabın son hissələri məhz tətbiqi sosial psixologiyaya həsr olunub və göstərir ki, bu prinsipləri bilmək çox faydalı ola bilər. Məsələn, insanları daha davamlı, daha ekoloji təmiz həyat tərzinə necə təşviq etmək olar? Hansı üsullar var? Bir neçə təsirli üsul var. Məsələn, sosial normaları dəyişdirmək və ya vurğulamaq. İnsanlara göstərmək ki, əksəriyyət artıq enerji qənaəti edir və ya tullantıları çeşidləyir. Məsələn, təkrar emal qutularını daha çox yerə qoymaq, onları daha əlçatan etmək insanların bu davranışı etmə ehtimalını artırır. Bəzən insanları istədiyimiz davranışa yönəltmək üçün sadəcə onu asanlaşdırmaq kifayətdir. Yəni, davranışları dəyişmək üçün böyük kampaniyalar əvəzinə belə kiçik amma ağıllı müdaxilələr də təsirli ola bilir. Bəli, həmçinin insanlarda rəqabət hissi oyatmaq və ya öz dedikləri ilə davranışları arasındakı ziddiyyəti, yəni ikiyüzlülüyü, üzə çıxarmaq kimi texnikalarda istifadə oluna bilər. Gələk son, amma bəlkə də ən vacib suala. Bəs xoşbəxtlik? Sosial psixologiya insanları nəyin xoşbəxt etdiyi barədə nə deyir? Kitab deyir ki, bu təkcə bank hesabımızla bağlı deyil. Tamamilə doğrudur. Bu, çox yayılmış bir yanlış anlamadır ki, pul avtomatik xoşbəxtlik gətirir. Araşdırmalar göstərir ki, müəyyən bir təməl ehtiyaclar ödənəndən sonra, yəni müəyyən bir gəlir səviyyəsindən sonra, əlavə pul xoşbəxtliyi o qədər də çox artırmır. Bəs nə artırır? Əsas faktorlar nədir? Bir neçə əsas faktor var. Birincisi, mənalı məqsədlərə doğru çalışmaq. Öz bacarıqlarımızı istifadə etdiyimiz, bizi cəlb edən fəaliyyətlərlə məşğul olmaq. Psixoloq Mihaly Csikszentmihalyi buna axın, flow vəziyyəti deyir. O zaman ki, bir işə tam qapılırsınız və zamanın necə keçdiyini hiss etmirsiniz. İkincisi və bəlkə də ən vacibi güclü sosial əlaqələr. Ailə, dostlar, yaxın insanlarla keyfiyyətli zaman keçirmək, onlarla dərin bağlar qurmaq və bu bağları qoruyub saxlamaq xoşbəxtliyin çox güclü bir mənbəyidir. Üçüncüsü isə başqalarına kömək etmək, özümüzdən daha böyük bir məqsədə xidmət etmək hissi. Xeyriyyəçilik kimi fəaliyyətlər insanlara məna hissi verir və bu da xoşbəxtliyi artırır. Deməli, xoşbəxtlik daha çox etdiklərimizdə və əlaqələrimizdədir, nəinki sahib olduqlarımızda. Beləliklə, Aronson və Wilsonun bu həqiqətən dərin araşdırmasından əsas nəticələri ümumiləşdirsək deyə bilərik ki, birincisi, vəziyyətin gücü sosial kontekst. Ətrafımızdakı insanlar və şərait bizim düşündüyümüzdən qat-qat çox davranışlarımızı idarə edir. Uyğunlaşma çox güclü bir meyldir. Bəli, bunu qəbul etmək vacibdir. Beynimiz dayanmadan öz davranışlarımıza, seçimlərimizə haqq qazandırmaq üçün hekayələr yaradır. Bu, kognitiv dissonans və özünü aldatma meylinin fərqində olmaq lazımdır. Üçüncüsü isə, həqiqi və dayanıqlı xoşbəxtlik çox vaxt maddiyatda deyil, daha çox mənalı fəaliyyətlərdə, özünü inkişafda və başqaları ilə qurulan səmimi, dərin əlaqələrdə tapılır. Həqiqətən də bu biliklərə sahib olmaq həm özümüzü, həm də ətrafımızdakı insanları, onların davranışlarının səbəblərini daha yaxşı başa düşməyə kömək edir. Sosial dünyamızda daha şuurlu, daha anlayan şəkildə hərəkət etmək üçün çox dəyərli alətlərdir bunlar. Və dinləyicilərimiz üçün son bir düşüncə, belə deyək, ev tapşırığı kimi. Bugün müzakirə etdiyimiz bu fenomenləri, seyirci təsirini, avtomatik düşünmənin yaratdığı o qərəzləri, kognitiv dissonansı nəzərə alaraq, gündəlik həyatınızda qarşılaşdığınız potensial mənfi sosial təsirlərə qarşı şuurlu şəkildə necə müqavimət göstərə bilərsiniz? Bu biliklərdən öz sosial dünyanızı daha yaxşı anlamaq, bəlkə də daha müsbət istiqamətdə dəyişmək üçün necə istifadə edərdiniz? Bu barədə düşünməyə dəyər. Mütləq. Bugünkü söhbətimiz üçün çox təşəkkür edirəm, ümid edirəm dinləyicilərimiz üçün də faydalı və düşündürücü oldu. Mən də təşəkkür edirəm. Əgər bu söhbətimiz xoşunuza gəldisə, bəyənməyi və kanalımıza abunə olmağı unutmayın ki, gələcək araşdırmalarımızı da izləyə biləsiniz. Hələlik. Sağ olun.